Salam əziz dostlar, çox xoş gördük. İkinci bölümdə xidmətçiyəm. Azərbaycan Milli Fəallar üçün Jurnalizmin 22-ci bölümünün ikinci bölümün, yəni xəbər yazaq bölümündə xidmət istəyəm. Burada bu günləri 3 dənə mətləb seçmişəm. İkisi türkcədir, biri farscadır. Birin Facebook'dan xanım Sevil xanım Süleymaninin Facebook'undan, birin Durna News'dan və birin də Cünaz TV web sitəsindən götürmüşəm. Dediyim kimi bu günləri Dünya Qadınlar Günü ya Xanımlar Günüdür və bu günü yenə təbrik edirəm tamam xanımlara. Birinci yazını Sevil xanım Süleymaninin səhifəsindən burada paylaşıram. Dostlardan xahiş edirəm, əgər istəsələr açsınlar və bərabər bunu oxuyaq. Məncə çox gözəl bir yazıdır. 8 Mart Dünya Qadınlar Günü arasında görürsünüz. Diqqət buyurun. Dırnaq arasındadır. Martıdan sonra qoyubdu, nöqtə virgül qoyubdu. Yəni ki bu 8 Mart çox önəmlidir. Bunun mənası nədir? 8 Martın özünə bir 8 ayın 8-dən əlavə bir mənası var. Dünya Qadınlar Günü. Ədəbi baxışdan baxsaz, qadınlara ayrı yazıbdır, amma bir-birinə yaxın yazıbdır. Dedim, bu çox gözəl bir işdim, təəssüfənə mən başarmıram. İran, virgül Azərbaycan və Amerikada yaşamış bir qadın olaraq, burada virgül istər, bu ölkələrdəki 8 Marta fərqli yanaşmalar hər zaman məni təəccübləndirmişdir. Cümlə qutardı. Görürsünüz, bir xanım olaraq deyir, bu 3 məmləkətdə yaşamışam, bu fərqlər məni təəccübləndiribdir. Cümlə çox gözəl gəlir, qıssa yazılıbdır.
bir virgül qoyulsa mənim nəzərimdə qalanları çox düzdür. Amma baxın təəccübləndirmə sözünə baxın. Təəccübləndirmə sözü bir kəlmə olduğu üçün, söz olduğu üçün eyni halda ki bir-birinə yapışmayıbdır, ayrıdır, amma bir-birinə çox yaxındır. Yəni bir kəlmə görünür, bir söz görünür. Bu çox mühümdür. Bunu örgəşmək lazımdır. İranda ikən virgül gərək ola burada. Bu günü sadəcə feminizm və ya qadın haqları ilə maraqlanan dərgilərdə görmüşdüm. O yüzden də bu günün sadəcə kağız üstündə var olduğunu düşünürdüm. Bu günün kağız üstə olduğunu düşünürdüm. Görürsünüz? Cümlə gözəl. Pəs bir dana tərif verir ki, İranda bir dana təsvir verir əslində. Bir dana nəqqaşi çəkir ki, İranda nə gördü? İranda nə hiss edildi? Əslində bu tikiyə baxsaz, yəni bu paragrafa baxsaz ki, 7 sətirdən ibarətdir. Bu 7 sətir liddir. Yəni bizə deyir ki, mən nədən danışacağam sizə? Bunun xəbər ilə fərqi buradadır məqalənin ki, xəbərdə o tərsə hirəm əsasında yazanda ən mühüm tikə başda gəlir, titridə gəlir. Lid o mühüm tikəni açıqlır. Məqalədə yox, məqalə eləyə bilər. Hər yerindən olsun bunun, yoxsa eşikdən olsun. Yəni hətta bununla ilgili olmasın. Bunun ruhun alsın, bir titr eləsin. Məsələn, bir dana bir sözlə başlasın, ya bir işarət ilə başlasın, o mühüm deyil. Məqaləni yazanın düşüncəsinə bağlıdır titr. Amma lid normalda gərək ki, bizə mətləbi kamil açıqlaya ki, nədən danışacaqdır və nədir. Pəs bu xanım İranda olaraq feminist ruznamələrdə, məcəllələrdə əgər bir şey yazılıbsa, o haddə bilirmiş. Tərif görürsünüz, qəşəng təsvir verir. Azərbaycana gəldikdən sonra gördüm ki, 8 Mart bayram kimi, Martla Marçın, diqqət buyurun, Mart, İngiliscədə Marçdır, Farslar bunu Marsı yazıblar və Türkcədə Mart deyilir. Mart Türkiyədə və Azərbaycan Cumhuriyyətində Mart ayının adıdır. Yəni eyni ayın adın Marsı ya Mart deməyiblər, Mart deyiblər. Bu xanım çalışır ki, o ad ki Türkiyədə və Azərbaycanda tanınır, o adına yazsın. Mən olsam və bu xanıma da pişnahadım olar ki, Martın qabağında parantez açsın, Martı yazsın və onun hətta muadili İranisi. Yəni, çünki biz İranda yaşamışıq, ayları Fərvərdin ordu və hiç deyirik. O adı gətirsin bura ki, məsələn, İsfəndin neçəsindən başlayır. Ya İsfəndin neçəsidir Mart. Bu o şeydir ki, burada deyə bilirəm bunu. Azərbaycana gəldikdən sonra gördüm ki, gördüm ki, üstdə də bir ki var idi, burada da bir ki vardı. Həman o ki farsı ki idi. Bu ki dedim, hər vaxt cümlədə gəlirsə cümlə uzanar və cümləni zəif görsədər. Bunun üçün yaxçı yazarların sözü təklifi budur ki, ki hərfi ki, iki cümləni yapışdırır bir-birinə və cümləni uzunladır, olmasın. Tamam. Bu, bunların istəkləri və yaxçıda pişnahaddır. Amma belə bir yerdə gördüm ki, o zaman ki, bir qabaqdakı mənanı təkmil etməyə yəni işarətli, hərfi rəbti deyil, sadəcə iki cümləni bir-birinə bağlamır. Onda bu ki ayrı yazılmaz. Türkcəmizdə ayrı yazılmaz. Bu qabaqçı kəlməyə, özündən qabaq yazılmış kəlməyə
yapışar. Gördüm ki değil, gördüm ki. Yani bahemdir. Bakın bir Azərbaycana gəldikdən sonra gördüm ki. İndi bunu mən ayrı cürdə oxusam, üstəki də eyni buna taydır. Ölkələrdəki 8 Mart'a fərqli. Üstəki yap birinci cümlədə də qadın olaraq bu ölkələrdəki. Yenə də burada o heyə axərə səssiz heyə bağlanmalı, yapışmalıdır. Ölkələrdəki. İndi diqqət buyurun, bunu mən virgül qoysam görün nə olar. Azərbaycana gəldikdən sonra gördüm ki 8 Mart bayram kimi bu ölkələrdə qutlanır. Görürsünüz, fərqi burada olur. İndi bunu ayrı cür qoysaq, yəni çıdan sonra bir virgül haləti qoyum, diqqət buyurun. Azərbaycana gəldikdən sonra gördüm ki 8 Mart bayram kimi bu ölkədə qutlanır. Bundan belə ki cümləni uzaldar, bu xanımın cümləsinə baxsaq çox kiçik bir cümlədir. Ölkədə qutlanır, o kəlmədir ki, Türkiyədə və Azərbaycanda işlənir. Bizim Güney Azərbaycanda bu işlənmir. Qutlu və kutlu olmaq, bunlar iki kəlmədirlər ki, bizim Güneydə o qədər işlənmir. Məncə, belə bir kəlmələr ki, biraz tanış deyil camiəmiz. Düzdür, indi video şeydən, bu mahvarədən zaddan baxırlar, bunlarla tanışdılar. Amma yenə də, ədəbi olaraq biz bunun qabağında parantez açıb, içində onun Güney Azərbaycanda olduğunu yazıb və bunu yavaş-yavaş tanıtdırmalıyıq camiyə. Bu gündə qadınlara gül almaq, hədiyyə vermək və onların qadın günlərini bir bayram kimi təbrik etmək hardasa bir adətə çevrilmiş idi. Yenə də burada elə baxsaq, qadın günlərini günə yapışmayıbdır, amma yapışılıq kimi görünür. Yəni bir kəlmə görünür. Bu çox bir mühüm məsələdir. Bunu örgəşməliyik. Amerikada isə indi bəs Azərbaycanı da İran əvvəldə dedi. Azərbaycanı da dedi ki, orada bir bayram kimidir. Hədiyyə verirlər, bir şey alırlar və təbrik deyirlər. Amerikada isə İrandan çox da fərqli olmayaraq bu günü, virgül istər burada, olmayaraq bu günü sadəcə təqvimlərdə var olan bir gün kimi gördüm. Çox gözəl ədəbi bir cümlədir. 8 Mart Amerikada ümumi və çox geniş olaraq qeyd edilən və qutlanan bir gün deyil. Bu günün yaranışı hara, hansı tarix olaylara və proseslərə dayanır? Əlaməti sual qoymalıdır, qoymayıbdır. Çünki baxın, hara, hansı tarix olaylara və proseslərə dayanır? Bir sorğu əlaməti burada yeri boşdur. Bu üç ölkədəki fərqli yanaşmalar nədən qaynaqlanır suallarına cavab vermək üçün ilk öncə qıssaca bir tarixi baxışa ehtiyac vardır. Burada da bir məncə bir səktə var, cümlə uzunluğu var biraz. Amma bir səktə də var. Bu üç ölkədəki fərqli yanaşmalar virgül lazımdır. Nədən qaynaqlanır sorularına, baxın yenə də o virgül istər, ya hətta qaynaqlanır sorularına, bəlkə heç burada istəməsə də o qabaqdakında istir. Sorularına virgül cavab vermək üçün ilk öncə qısa bir tarixi baxışa ehtiyac vardır. 8 Mart 1875-ci ildə New York şəhərində yerləşən nəssaci toxuma, çox gözəl, baxın bir toxuma fabrikalarındakı qadın işçiləri iş şərtlərini yaxşılaşdırmaq və onlara ödənən aşağı əmək haqlarına etiraz olaraq aksiyalar başladılar. Burada da yenə bir neçə
Nasicacini məsələn salıbdı parantez arasına, hilal arasına, mütərəzzə arasına gözəl olubdu, amma fabrikanı salmayıbdı. Fabrika da bir latin sözdür. Bəlkə Azərbaycanda, bəlkə Türkiyədə tanış vardı, amma Azərbaycanda tanış deyil. Eyni halda diqqət buyurun, kərxana sözü ya karxana sözü Türkiyədə çox pis anlamı var. Çox pis, yəni qeyri-əxlaqi bir düşüncə vardı bu kəlmədən, bu sözdən. Onun üçün biz hər vaxt bu sözü işlətsək, Azərbaycancada, Türkiyədə işlətsək və habelə hətta bəlkə Azərbaycanda mütməyin deyiləm, ona görə deyəmirəm. Hətmən gərək hilal arasında ya mütərəzzədə yazaq. Bunun anlamı nədir? Yəni fabrikanı yazmalı yox, karxana yazsaq. Çünki kərxana sözü Türkiyədə fahişəxana anlamına gəlir. Onun üçün bu fərqi diqqət eləmək lazımdır. Bu paragraf bir cümlədən ibarətdir. Çox uzundur. Bunu eləyə bilərdi. 2 ya 3 cümlədə yaza və qəşəng çıxar. Amma yenə də düşünməyi rahatdır. Bu etiraz hərəkəti qadın işçiləri ilə Amerika polisini qarşı durmaya gətirib çıxartdı. Gətirib çıxarda da deyə bilirik, yəni bu prosəni gətirib çıxartmaq, yəni bir yerdən başlandı, bir yerəcən getdi. O proseyi ki, xanımlar başlır etiraza, gəlirlər polislə qarşı-qarşıya çıxırlar və toqquşurlar, dava çıxır. Onu istir, bu gətirib çıxartdı feili, gətirib çıxartdı mürəkkəb bir feildir. Bu mürəkkəb neçə parçalı bir feil, o prosəni göstərir. Gətirib çıxartdı. Gözəl feilidir. Həman anlama gələr. Yəni feili qıssada yaza bilirik. Türk dilinin fars dili ilə fərqi budur ki, keçənki cəlsədə yadınızda olsa bir dənə feil oxuduq ki, 5 kəlmə ilə bir feil düzəltmişdi. Yadımda deyil indi nə idi, amma keçən dəfə dedim. Türk dilində xoşbəxtliklə demək olar ki, tək feilimiz çoxdur. Bəzi farsların yazdığına görə fars dilində 200-dən biraz aşağı yuxarı tək feil, tək parça bir kəlməli feil var. Bəsit deyirlər. Və onlardan, yəni o 200-dan 100-ü fəqət 100 civarında, biraz aşağı, biraz yuxarı dildə işlənir. O 200-ü yazılarda işlənir. Bir çox yazıda işlənməz. Yəni bəlkə məsələn şəriətinin 1-2 kitabı var, onlarda çox işlənər. Məsələn şeydə Hubut. Hubutda işlənər. Çünki Hubutun əksəri fiilləri ki, şəriəti o kitabda işlədir. 3 hərfli, 4 hərflidir. Yəni hətta bu qədər orada çalışır bir ədəbi bir şey yaratsın şəriəti fars dilində. Türk dilində bu bəsit ya bir parçalı feilin sayı minlər deyirlər. Deyirlər, mən bilmirəm kim sayıbdır, nə cür sayıblar, nə cür tapıblar, harada yazıblar, mən listini də görməmişəm. Bəlkə dostlarımız bir gün bunun listin yazalar, yayalar. Mən çox sevinərəm ki, bəsit feillərimizin listin görəm. Amma deyirlər ki, neçə min bizim bəsit feilimiz var və bu bizi qənilədir ki, mürəkkəb feillərdən işlətməyək. Yəni, diqqət buyurun, əgər nə qədər hər şəraiti siyasi, ictimai, ehsasi və rəvani camiədə və insanda, tək bir insanda ya cəmdə, hər bir ehsasa görə əgər bir bəsit feil olsa, mürəkkəb feilə ehtiyacımız olmaz. Çünki bəsit feil o mövqeyiyyəti açdıra bilir, anlatdıra bilir, düşündürə bilir. O zaman mürəkkəb feili işlədərik ki, onu eləyə bilmir, düşündürsün. O haləti, o ehsası qulaq asana ya oxuyana yetirmək üçün məcburdur
mürəkkəb feildən istifadə edir. Azərbaycan türkçəsində ya türkçədə neçə min bəsit feil olduğu üçün bu nəzərə gəlir ki, tamamiyə rəvani və ehsasi və ha belə feil, yəni əməl, feil adına görə demirəm, iş adı üçün bunların hamısını belə nəzərə gəlir ki, bizim bəsit feillərimiz eləyə bilir ki, mənalandırsın, düşündürsün, onun üçün ehtiyacı yoxdur. Mürəkkəb feil quraq. Mürəkkəb feil qurmaq dilin zəifliğidir. Nə qədər bəsit feil güclü olursa, o feili də intizai lüğətlərin huzurunu göstərir. Nə qədər mürəkkəb feil olsa, bəllidir ki, intizai lüğət çox az olub da eləyə bilməyib, o dil yaratsın intizai lüğət ki, bir mövqeyiyyəti tozih versin. Məsələn, fars dilində iki tərəfli aşiq olmaq yoxdur. İki tərəfli eşq eləmək yoxdur. İki tərəfli iş yoxdur. Ərəbidə vardır, təamül şey var. Türkçədə də məsələn deyir ki, bunun əlbəttə hər cürəsi var. Yəni lazimi var, mütəəddisi var, cetizahı var, məçulu var, məlumu var, filanı vardır. Amma məsələn deyir ki, sevişmək, sevişdirmək. Yəni bu iki tərəflidir. Amma məsələn farsıda yoxdur. Bunu deyə bilməzsən. Aşıq şudan mütləqdir. Əslən bəlli deyil ki. Amma ya neçə nəfər. Amma sevişmək və sevişdirmək sevişdirditmək. Bu feili tamamı, məsələn, həm mən özüm eləyə bilirəm, biri ilə sevişəm, həm birinə köməklik eləyə bilirəm ki, bir-birinə tanışsınlar, aşıq olsunlar, bir-birinə sevişsinlər. Həm də hətta birini məcbur eləyə bilirəm. Feilidə görürsünüz, gücü dilin gücüdür. Bu dilin intizai gücüdür ki, hər haləti, əməli, feili, işi bir işi, hər bir işi, hər bir ehsası, hər bir duyğunu, hər bir şeyi eləyə bilir, rahatlıqca açıqlasın və bu dilin gücüdür əlbəttə. Təbii ki, dostlar bəzən yazırlar ki, fars dili ilə türk dilinin gücünə baxın, məsələn, üzüm. Bu güc deyil. Bu güc deyil. Bu insanları ittifaqən dilin zəifi də ola bilər hətta. İnsanları lüğət sahəsində, cümlə sahəsində yox, lüğət sahəsində cid saxlaya bilər. Fikir edin ki, bir nəfər istəyir taza bir dil öyrəşsin, ona deyirsən ki, üzüm yəni bir dana meyvədir, ağacdan yetişər. Üzüm yəni insanın gözü olan, ağzı olan qismət, bədəninin o qisməti. Üzüm yəni məsələn suda bir hərəkətdir, insanlar ya heyvanlar suda elərlər bunu, yəni suda yerimək anlamına gəlir, suda hərəkət anlamına gəlir. Üzüm yəni məsələn bir şeyi bir ayrı şeydən parçalamaq və qırmaq. Təbii ki, bu insanları çarıqsalar ya çırıqsalar və şeylər. Onun üçün belə bir şeylərlə dilin güclü olub olmamağını sabit eləməzlər. Çünki hər dildə belə bir şeylər var. Bəlkə bir dilin nə qədər fikri bir şey və ehsası, duyğunu nə qədər rahatlıqla bir feili də eləyə bilə, düşündürə bu dilin gücüdür. Çünki fəlsəfənin də dili, məntiqin də dili, ilahiyyatın dili, hüququn dili, bir çox şeyin dili bu düşüncədir. Və düşüncə feilidədir. Feilidə görünür. Və bu feili nə qədər sadə kəlmə ilə deyə bilsəz, belə müvəffəqsiz. O dil müvəffəqdir. Almancaya dillər fəlsəfə dili niyə ki eləyə bilir? Tamamən intizai düşüncələri, hissiləri ki insanda var içəridə və düşüncələr onları bilindirsin feil. Bir çox dil onu eləyə bilmir. Onun üçün də məsələn farsı dildə hər tərcüməyi ki bir dana qəvi mütərcim hətta elli görsən o birisi bir mütərcimlə yerlə göydən fərq elədi. Niyə ki? Ona sözləri yoxdur intizai sözə. Məcburdular ki
onu bir ayrı kəlmə ilə düşündürmək üçün çalışırlar. Və bu da əksərən mənanı döndərə bilər. Çünki əsli nevisəndənin mənasında o feili düşündürmək bu dildə yoxdur. Bu dil intizai dil deyil əslində. Şeir dildir və şeir dili təvsif dilidir. Yəni nəqqaşi dilidir. Beləsi deyim. Şeir dili nəqqaşi təhmaq dilidir. Tamam. Çox danışdım burada və fikirlərim ki, mən istərdim bu məqaləni oxuyam, amma nəzərimə gəlir çoxdandır başlamışam, 25 dəqiqədir bunu başlamışam. Bunu biraz sürətlə gedim, heyifdir bu məqalə, oxumalı məqalədir. Bu etiraz hərəkəti qadın işçiləri ilə Amerika polisini qarşı durmaya gətirib çıxartdı. Polisin qadınlara etirazçılara saldırdı. Baxın, polisin qadınlara etirazçılara saldırı və hücumlarında bəzi etirazçılar yaralanıb və həbs olundular. Burada irad bilirsiniz hardadır? Bir dənə irad vardı. Fikrim 2 dənə belə irad var bu yazıda. Qadınlara, etirazçılara. Ya gərək virgül qoyula bunların ikisinin arasına. Ya da ki qadınlar, etirazçı qadınlar deyilsin. Amma ikisi də qadınlara, etirazçılara ya bunlar ayrı-ayrıdırlar, virgül istər, yəni həm qadınlardır, həm də etirazçılar. Yəni etirazçıların içində qadınları etirazçılardan ayrılmaq adına gəlir. Saldırı və hücumlar, bu da ki oradan düzdür. Amma ilə qabaqçı feilin arasında, yəni cümlə qutarır. Amma şərt irtibat verir sonuncu cümlə ilə. Təkmiləni istir gətirsin, cümləni təkmil eləmək üçün bir şey gətirəcəkdir. Məna naqisdir bu cümlədə. O zaman ki amma gətiririk, məgər, əgər şərt bir şeylər gətiririk, onda nöqtə qoyulmaz. Ən çoxu budur ki, İngiliscədə virgül qoyulur. Ən çoxu, onu da İngiliscədə hələ bu qəti deyir ki, şey qoyulsun ya yox, yəni virgül qoyulsun ya yox. Çox yerdə virgül qoymurlar. Və bəzi yerdə də bəzi qramerçilər deyirlər ki, virgül qoyun. Amma məsələ bununla qurtarıb sona çatmamışdır. Yəni hücumlar oldu. Bu hadisə, yəni orada bir dava çıxdı da hər halda. Bu hadisələr başqa qadınların da çox öz haqq hüquqlarından, haqq hüquqların arasında bir xətt qoyub. Diqqət buyurun. Həm bir haqqın üstündə, həm də hüquqların üstündə. Burada virgül görürsünüz istifadə eləməyib. İlləti bu ki, virgül istifadə eləməyib. Çünki bizim dilimizdə burada sukut eləmirik. Nəfəs çəkmirik. Haqq, hüquqlar deyirik. Bunu xəttinən deyir, yəni bir kəlmə kimidir. Amma bir kəlmədə deyil, yazıda qalsın, ayrı-ayrıdır. Bəli, bunları bir xətt bir-birinə yapışdırır, bir kəlmə kimi göstərir. Xəbərdar olmaqlarına səbəb olmuşdur. Pəs görürsünüz, o təvsəəçi dedim, buradan başlanır. Buradan bu xanımın məqaləsi, buradan mənim dərdimə deyir. Ki, təvsəə jurnalismdə o yerdən başlanır ki, bir hadisəni mətbuat yazmaqla o ayrı bir yerdə, ayrı bir xanımların və insanların haqq düşüncələrinə, mənim də haqqımdır, az işləyəm, ya hüququm çox olsun deyə səbəb olur və onlar da gəlirlər xiyabana. Bundan sonra etiraz aksiyaları, aksiya kəlməsi də yenə də etiraz yerinə işlənibdir. Məncə aksiya kəlməsi latindir. İndi hangi dildən gəlib orası ilə çox önəm daşımır. Bunu gərək biz normalda salaq mötərəzə arasında yazaq, ya parantez, ya hilal arasında yazaq. Onun aksiyaların bizim düşüncəmizdə olan sözün yazaq. Onun qabağında aksiyalar qoyaq ki, məsələn, Türkiyədə ya Azərbaycanda əgər bir nəfər ərəb əlifbasını oxursa və düşünürsə, o da düşünsün ki, aksiyalardan mənzurumuz bizim o kəlmədən ki, işlədirik, aksiyalardır. Amma normalda ərəb əlifbasında yazılan məqalənin müxatəbi Güney Azərbaycanlılardır. Hətta Əfqanistanda yaşayan türklərdir. O 11 milyon, 12 milyon türk ki, Əfqanistanda yaşır. Onlar da bu mövzunun hədəfindədirlər. Onun üçün
Təbii ki, aksiyalar Güney Azərbaycanda yaşayan insanlar üçün anlayışı əşadi, ona görə bunu yazmarıq ya da yazsaq, bunun özün bir parantez içində yazarıq. Hər il müxtəlif fabrikalarda, yenə dedim fabrikada ilə bəzən açıq və bəzən də gizli şəkildə davam etdi. Bəs etirazlar davam edir. Diqqət buyurun, görürsünüz o bayaqçı dediyim bəhsi. 8 mart 1907-də Amerikada yenidən iş şərtlərinə etiraz olaraq qadınlar iş saatlarını 10 saata indirmək istəyi ilə böyük etiraz aksiyaları başladılar. Ya başladı. Qadınlar başladılar da olar. Bu bizim dilimizdə, bir də fars dilində də bu vardı, ikisində də bu ola bilər, amma yaxşısı budur ki, cəm gətirək. O yerdə ki, failimiz cəmdir. Orada hətta məf'ulumuz da cəm olanda feili də cəm gətirmək daha yaxşıdır. Amma bəzən ismi cəm deyirlər. Yəni insan. İnsan bir dənə ismi cəmdir. Onda feili müfrət gətiririk təbii ki. Bu aksiyalarda bir çox qadın polis tərəfindən tutuqlandı. Cümlə qıssa. 1800-ci İnci ilə 800-ün arasında bir xət qoyub. Diqqət buyurun. Bunu qoymasa da, yəni C yazmasa da, C. Elə o 1800-cü ildə gələr dilimizdə. Dilimizdə biz deyəndə cümlədə elə bunu deyərik. Amma yazıbdır, onu bir dənə xət qoyubdur. Bəlli olsun ki, bu 1908-in kəlməsidir. Yəni onun davamıdır. C ayrı bir şey deyil. Onun dediyim bayaqlar dedim, ha, iki kəlməni yapışır. C ədəd ilə bunu yapışdırır bir-birinə. Yəni ikisi bir şeydir, bir kəlmədir. Bir tərkib heç olmasa deyək, bir tərkibdir. İki tikədən, bir riyazidən, bir də ədəbi bir şeydən bir tərkib düzəlibdir. 1908-ci ildə Amerikanın Sosialist Partiya gərəkçidə şeyin arasına, dırnaq arasına. Mən olsam bu yazıda sosialistin mənasının parantez ya mötərizə arasında yazaram. Çünki İranda sosialistlə komünizmi qatışdırıblar. Sosialismin mənası komünizm deyil. Fərqlidir. Hətta mən dünən gecə bir Ustadi Danışgahın Tehrandan yazısını oxurdum. Orada sosializmi komünist tərcümə eləmişdi. Sosialistin mənası fərqlidir. Sosialist komünizm deyil. Sosial yəni camiə, society, sosialla yəni camiyə bağlı. Sosialist də o adam ki, camiəçidir, ictimaçıdır. İctimanın tərəfdarıdır. Komünizm də əlbəttə o da mənası ayrıdır, amma bunların siyasi anlamlarını istəsək yazsaq, yenə də mən deyərəm ki, siyasi anlamların mötərizə arasında yazsaq ki, sosialist nədir? Komünist də gəlsə bir model, onun da anlamını yazsaq, şovinist gəlsə onun da anlamını yazsaq, filan da onların anlamını yazmalıyıq. Çünki bizim hətta mütəəssifanə, bəlkə solçularımız biraz bu anlamların bəzisini bilər, bəlkə. Çünki tudələr mütməinlə bilərlər, amma o birisi solçu partilərin üzvlərinin bir çoxu bunların fərqini bilməzlər. Harda qala ki, görürsünüz, ustad danışqahlarımız iştibah eləyən yerdə İranda məmuli xalqımız daha çox iştibah elərlər. Onun üçün biz bunları yəni siyasi anlamların mənim nəzərimə açıqlasaq daha yaxşı olar. Sosialist partisi dırnaq arasında qoymağımız bahis olar, bəlli olar ki, bu bir dənə hizb adıdır. Qadınların seçki haqlarını əldə etməkləri istəyi üçün Milli Qadınlar Komitəsinin fəaliyyətini başlatmışdılar. Diqqət buyursanız, burada bir yerdə parmaqlarımı belə elədim. Buna ki, Milli Qadınlar Komitəsi bir komitənin adıdır. Gərək geçsin dırnaq arasına, bəlli olsun ki, bu bir addır. İstəci. Diqqət buyurun, istəyi oxuruq, amma istəci yazılar. Tarixən, keçən həftə bunu işarə edirəm. Tarixən bizim dilimizdə yoğuncu
nazikcə, qalıncı, yumşaqcə çevirməsi və hətta ya çevrilməsi var. Bunun yazılması bizə bunu göstərir ki, bizim dilimiz tarixən və bu bahis olar biz çoxlu kəlmələri bilirik ki, kökü nədir? Yıdı indi yazılır, yığla yazılır. Geçən həftə bəyi misal vurdum, bəy yazılmalıdır, amma biz bəy yazırıq. Bu bir ədəbi iştibahdır. Məncə bunları yazmalıyıq ki, tariximizi saxlayaq. Əlbəttə, ərəb əlifbası ilə yazanda. Təbii ki, o birisi əlifbalarda bu c o tarixi göstərmir. Ki, tarixdə biz beyci yazırdıq, bey oxurduq. Elə də Latin əlifbasına keçəndə bey yazılır, bey də oxunur. Ya bəy yazılır, bəy də oxunur. Amma ərəb əlifbasında bu tarixi, keçənəyi göstərir. Geyim, istək. Görürsünüz, burada istəyi oxunur, amma istək yazılır. İstəci deyilmir. Yəni. Bu aksiyalarda bir çox qadın polis tərəfindən tutuqlandı. Hara getmişdik bəlkə. O ilin 8 martında bir yerdə parantez arasında yazsaq kafidir. Lazım deyil hər yerdə martı yazaq ya onun İsfənd ayının filanın adını yazaq. Buna ehtiyacı yoxdur. O ilin 8 martında qadın işçilərinin, uşaqların çalışdırmasına, qadın işçilərinin uşaqların çalışdırmasına və işlədilmələrinə qarşı etirazları New Yorkda başlatılmışdır. Başlatılmışdır məchul feilidir. Yəni, qadınlar özləri başlamayıb. Bəlkə bir ayrı qüvvə, ya bir ayrı təşkilat, ya bir ayrı görmədiyimiz bir yer ki, bilmirik kimdir, ya bilirik, istəmirik deyək kimdir, bu xanımları xiyabana və etiraza gətirirdi. İranda islah tələblərinin cəryanı kimi. Burada məchul feilə mənim nəzərimcə yeri yoxdur. Bu bir dostumuz çalışmış ki, daha bir fərqli feil işlətsin. Onun üçün beləsi mənim nəzərimə gəlir. Amma bunu məlum feil yazsaydı daha yaxşı olur. Çünki xanımlar özləri gəliblər ya sendika gətirib, ya parti gətirib. Yəni, o məlum yazsa daha qəşəng cavab verir. Bütün bu etiraz və mübarizələr sonucu 1909-cu ildə, görürsünüz, bu geçən dəfə dedim bunu, cümlənin ahəngi ci-cü özü təhmil elər. Yəni, biz cümlənin ahəngi ilə onu ci-cü yazmalıyıq. Onun üçün faslar, məsələn, hər şey yazılır. Məsələn, kəlmələrdə görürsünüz ki, yazılır, məsələn, hamişə i ilə yazılır. Bu i qələtdir, bizim dilimizdə çox yerdə u yazılır. Axirdə. Və bu xanım çox gözəlliklə bunu ilin 8 martı ilə ilk dəfə olaraq Amerikada qadın günü kimi hesab edilməsinə səbəb olmuşdu. Bir tarix yazıblar, çox gözəldir bu məqaləni, qıssa da özü də, mən xahiş edirəm oxuyun, amma çünki çox vaxt qoydum bunun üstündə, icazə buyursanız bunu buradan geçim. Çox sevməli bir məqalədir, çox gözəl yazılıb, dili də qəşəngdir. Bir neçə qıssa, ədəbi, irad tapmaq olar içində, adam şey götürsə, zərrəbin götürsə, axtarsa, amma xəbər gözəldir. İstərdim ki, bir dana da neçə dəqiqədir? 38 dəqiqə. Tamam, ikinci türk xəbərini də fəqət titrini oxuyayım, bir də lidini oxuyayım, qalanı qalsın. Ya bunu oxumuşuq fikir edirəm, gördüm bunu oxumuşuq, bu qalsın, əslən bunu gətirməyim, çünki əkizlərin yönətməni, tamam, bu amma gözəldir, bilmirəm, bunu oxumuşam ya yox, mən bəlkə özüm oxumuşam ya, bilmirəm, dərslərin birində oxumuşam. Əkizlərin yönetməni Durnaniyuz ilə özəl müsahibəsi 2 nöqtə Azərbaycan, aha, bunu mən sizə qoymamışam, burada görəsiniz. Bağışlayın, bunu mən gətirim, burada linki qoyum, dostlar bu linki açsınlar, baxsınlar. Bu, bəlkə qabaqcan demişəm, bəlkə deməmişəm, yadımda deyil. Həm tanış gəlir, həm tanış gəlmir. Bu çox cəlib bir mövzudur. Bunun haqqında Günas TV-də mən 3 cələsə ya 2 cələsə danışmışam. Sinema haqqında Azərbaycanda sinema yoxdur. Qoymurlar, eyni halda ki, Azərbaycanda Tehranın ya İranın sinemaçılarının bir çoxu təhiyyə konəndə, kargərdan, oyunçu falan hamısının bir çoxu Azərbaycanlıdırlar. Amma Azərbaycan sineması yoxdur.
Bu çox böyük və ciddi bir bəhsdir. Burada bir müsahibə aparıblar. İkizlərin yönetməni. Bir dənə film düzəlib adı Əkizlər. Ya ikizlər. Dildə ikiz deyilir, Türkçə İstanbulda əkiz deyilir. Bilmirəm Güney Azərbaycanda nə deyirlər. Kuzey Azərbaycanda nə deyirlər. Güney Azərbaycanda ikiz deyilir. Yəni zoft. Ya nə deyirlər? Doğulu. Doğulu. Doğulu ya ikiz demək, bizdə ikiz deyirlər. Yəni o şey ikiz gəlir. Əlbəttə ikiz çox yaxşı kəlmədir ta doğulu. Necə ki doğuluda segulu, çahargulu demək olar. Bizimkində ikiz, üçüz də demək olar. Əkizi bilmirəm demək olar ya yox. Bir dənə film düzəlib adı Əkizdir. Əksində də görürsünüz. Əkizlər, yəni iki doğulular farsça. Onun yönetməni, kargerdanı Durnaniyüzlə müsahibədə belə deyibdir. Niyə nöqtə qoyub burada mən bilmirəm. Ehtiyacı yox idi buna. Bu əgər üstünlük fikridir falan. Hər halda Azərbaycan sineması yaranmağa doğru gedir. Yəni Azərbaycan sineması yoxdur. Amma yaranmağa tərəf gedir. Doğru. Yəni o tərəfə gedir. Ki Azərbaycan sineması İranda düzəlsin. Əlbəttə bu xəbəri mən bugün deyim. Bəlkə bunu yazacaq da yazmaq vaxtı gəlibdir. Ev adında bir film düzəldi və biz də Günas TV'də onun haqqında biraz danışdıq. Amma bu Ev filmin İran və Farsistan dövləti, yəni şovinist Fars sistem, diqqət buyurun, şovinist Fars sistem, İranın hər yerində qoyublar Ev filmi nümayiş olsun. Azərbaycan iyalətlərinin heç birisində nümayişə qoymayıblar. İcazə verməyiblər. Ərdəbildə, Şərqi Azərbaycanda, Qərbi Azərbaycanda, Zəncanda, Qəzvində və bildiyim Həmədanda nümayiş verilsin. Ev filmi. Sadəcə Azərbaycanlı Ərdəbildə bir təşkilat, sinema təşkilatı düzəlibdir, NGO demək olar. Bu təşkilatın çox zəhmətləri əsasında Ərdəbildə bir seans qoyulubdur. İkinci seans da 1-2 gün bundan qabaq qoyulacaqdı. Bilmirəm qoyuldu ya yox. Amma Ev filmin hətta qoyumlar Azərbaycanlılar görsünlər. İndi heç olmasa bir 5 ay, 6 aydır bu Ev filmi ekrana gəlibdir. Amma buradan qoymayıblar ki, millət, Azərbaycanlılar, Azərbaycanlıların oynadıqları, yaratdıqları, kargerdanlıq, təhiyyə konəndəlik elədikləri bir filmi görsünlər. Bunun anlamı şovinist, nasyonalist, panfarsizmdən sonra nə demək olar? Yəni burada İrancılıq da pan-İranizm deyil. Burada şovinist, nasyonalist panfarsizmin huzurun idarələrdə görürük. Bu dostumuz bu dərdə işarə eləyərək bu kargerdən deyir ki, Azərbaycan sineması yoxdur, amma yavaş-yavaş filmlər düzəlir və İran sineması içində bir Azərbaycan sineması doğmaq halındadır. Əlbəttə, Azərbaycanın bir neçə şəhərində xüsusi ya özəl danışgahlar düzəlibdir. Ki orada uşaqlar gedirlər, cavanlar, istedadlı insanlar gedirlər, dərs oxurlar və sinema işlərinə girirlər. 1-ci Təbriz Film Cəşvarəsi Murdad ayının 10-dan 13-nə dək Təbrizin Naci sinemasında keçirildi. Diqqət buyurun, bunu istəyirəm Sevil xanımın Süleymaninin yazısı ilə mütabiqət verək. 1-ci Təbriz Film Cəşvarəsi. Təbriz Film Cəşvarəsi ad olduğu üçün dırnaq arasına getməliydi, getməyibdi. Murdad ayının 10-dan 10 yapışıb ayının sözünə və dan da yapışıb ona. O halda ki, onun gərək ayından ayının ayrıla, arası ola, danla da onun arasında bir xət qoysa çox gözəl olar. Qoymasa da yazmasa da elə həmin anlamı verər. Amma qoymasa iradı nə olar? 13-ə dək yazıb ha.
o 13-ə dək yapışar olar 1310. Mütəvəccüh olduğunuz irad nə olar? Onun üçün burada o danın yazılması o 13-ə dəki şeylər. Dəklə də 13-ün arasında o xətti qoysa yaxşıdır, qoymasa da yenə həmin mənanı verər. Təbrizin Naci sineması, gərək Naci sineması gedə cümənin arasına barmaq, dırnaq arasında bəlli olar ki, bura addır, geçirildi. Durnaniyuz, indi buradan şeyi dedi, buradan liddir, lidi qutardı, indi başdır birinci paragrafa, amma birinci paragrafı yapışdırıb lidə. Bu ən böyük iştibahıdır bu xəbərin. Durnaniyuz bir dənə xət qoyubdu, Türkcə servisi, yəni bunun bir ayrı servisi var, İngiliscə, Farsça falan servisləri vardı. Biri də Türkcə servisi 2 nöqtə. Pəs bu gərək bir dənə interview edilir Durnaniyuzun əvvəlindən, o gedəydi ayrı paragraf olaydı, ondan sonra bunu yazaydı. Nöqtəsi düzdür 2 nöqtə. Murdad ayının 13-ü Cuma günü bir səssiz gündə, Cuma günü nöqtə, yəni bağışlayın, virgül, bir səssiz gündə Təbrizin Naci sinemasına gedərək bu cəşnvarənin son gününə qatıldıq. Kaş ki burada fail gələydi kimdir? Feil deyir ki, qatıldıq biz. Amma fail yoxdur ki. Murdad ayının 13-ü virgül, Cuma günü virgül, bir səssiz gündə virgül, Təbrizin Naci sinemasına gedərək virgül özü qoyubdu. Bu cəşnvarənin son gününə qatıldıq. Kimdilər, nə karədilər, bəlli deyil. Bu iradların biri budur ki, zahirən nəzərə gəlir. Hər kəlmənin arasında 2 dənə fasilə vurublar, 2 space vurublar. Çünki kəlmələrin arasında fasilə çoxdur. Amma məsələn o səssizi görürsünüz, nə gözəl yazıbdır. Səssiz sözü bir kəlmədir, amma ayrı-ayrıdır və bir-birinə yapışıqdır, amma yapışıq deyil. Gözəldir, yəni bu gözəl yazıb. Zulfa, Hüfrə, Əkizlər filmləri bu gün pərdədə göstərildi. Pəs bu sinemada 3 dənə film görsənilibdi. Mən bunu ona görə şey oxudum. Salsaydı Cüma adına bəlli olar ki 3 dənə filmidir. Qatıldıq Zulfa, Hüfrə və Əkizlər. İndi mən bilmirəm bu Hüfrədir yoxsa Hofrədir yoxsa nə anlamı nədir? Onu bilmədim. Onun üçün kaş ki bunu məsələn qabağında bir tozih yazılıydı. Ya latincəsi yazılıydı, amma başda peydiş nədir? Havanın istisinə baxmayaraq çoxlu əziz vətəndaşlar Təbrizdən, habelə Azərbaycanın başqa şəhərlərindən Mərən, Zulfa, Xoy, Urmu 3 nöqtə sinema sevərlər qatılmışlar. Qatılmışdılar. İndi diqqət buyurun bu paragrafda görək nələr var. Oradan nə idi? 3 dənə filmi gördük. Burada yenə paragraf ayrı, çünki bir ayrı bir şeyə keçir. Mövzu deyişəndə bir ayrı mövzuya keçəndə gələk paragraf edək. Paragrafın budur da, üstə dedik ki, nədir oldu paragraf elədik, çünki lididir. Sonra başlayırıq Durnaniyuzla xəbəri tozih verək. Ora qutardı, indi dedik ki, havanın istisinə, yəni buradan cəşnvarədən danışırdıq ki, orada bir sinemada 3 dənə film verirlər. Çünki indi keçdik haviyə və şəhərvəndlərin ora gəlməsinə sinemadan qırdıq, keçdik ayrı yerə filmlərə tozih vermirik. Ona görə gələk bunu paragraf eləyib. Çünki mənası fərqlidir. Havanın istisinə baxmayaraq, virgül, çoxlu əziz vətəndaşlar. Ehtiyacı yoxdur və əzizi yazasınız. Yəni, məsələn, yazmasınız, onlar əziz deyirlər. Ya, məsələn, onlar ki, gəlməklə əziz vətəndaş deyirlər. Bəlkə onlar ki, gəlməklə daha çox əziz vətəndaşlar. Çünki onlar çörəklərini çıxartmaq üçün çox başları məşğuldur. Ya, o qədər pulları azdır ki, eləyə bilmirlər, sinema pulu verərlər. Amma çox əzizdirlər, göylərdir, çox istirdi, amma gələ bilməyiblər. Onun üçün bu əziz vətəndaşlar yazmaqda o birisi insanlara təbizdir. Gəlməyiblər. Jurnalistin həqqi yoxdur, belə bir şey yazsın. Təbizə qail olsun. Çünki biz deyirik, onlar ki, gəlməyiblər, onlar əziz deyirlər.
Bu sözün anlamı odur. Və bu təbizdir. Əziz vətəndaşlar, Təbrizdən virgül qoymalıdır. Ha belə Azərbaycanın başqa yerlərindən nöqtə virgül qoymalıdır. Mərənd, Culfa, Xoy, Culfa. Baxın, Culfa, Farsça Colfa yazılır. Bizdə Culfa deyilir. Culfa. Culfa ilə Colfanın fərqi var. Onun üçün mənim nəzərimə gəlir ki, biz imlalarımızda diqqət eləməliyik ki, bəzən rəsmi adı yazmalıyıq. Bu doğru. Yəni rəsmi bir ad var, onu yazıblar, biz də onu yazmalıyıq. Amma bəzən də əgər öz dilimizdə yazırıq, eləyə bilirik ki, bunun doğrusunu yazaq öz dilimizdə ki, bizim dilimizdə nə cür deyilir. Sonra bunun rəsmi adında bir mötərəzə kimi ya parantez arasında yazaq. Urmu virgül 3 nöqtə qoyular. Urmuyun 3 nöqtə yapışıqdır urmiyə. Bu urmu kəlməsinin davamı var. Yəni urmunun, məsələn, sineması, urmunun bir şey. Yəni urmunun sözü naqis yazılıbdır. Orada həm gərək fasilə verilə, ara vurula. Əvvəl bir virgül lazımdır, sonra ara lazımdır, sonra 3 nöqtə. Əgər istəmir virgül qoya, mən bilmirəm niyə hər dəlilə, hətmən gərək ara verə 3 nöqtə qoyula. Çünki onda urmu sözü naqis yazmışıq. Anlamına gələr. Sinema sevərlər qatışmışlar. Filmlərin sonunda vaxt qullayıb Ekiz filminin kargerdanı Cənab-ı Məhəmməd Əli Muradinin sorağına gedib onunla neçə dəqiqə söyləşimiz oldu. Filmlərin sonunda virgül vaxtı qullayıb məsələn, mən bilmirəm, yəni qollayıb nə deməkdir, amma əgər budur ki, tutduq, yəni qollarından tutduq, qollayıb, qollarından tutduq vaxtın, tamam, onda doğrudur. Vaxtı qullayıb, yəni vaxtı tutduqda, virgül, Əkiz filminin kargerdanı, kargerin üstə yönetmen yazmışdılar, əgər səhv eləmirsəm, bəli, yönetmen yazmışlar, kargerdən ki yazıblar, yaxtı idi yönetmen yazıydı, kargerdanı salaydılar, mötərizə eləyidilər, ya da ki parantez arasında salaydılar. Beləliklə bəlli oluyordu ki, kargerdanın farscadır, anlamı türkçədə yönetmen. Kargerdanı Cənab-ı Məhəmməd Əli Muradinin sorağına, Cənab kəlməsi türkçədə əvvəldə gəlməz, axirdə gələr. Çox ehtiram üçün istəyək, Cənab gətirməndə ehtiram istiq görsədək, ədəb görsədək, ona görə gətiririk. Amma türkçədə, farsçada qabaqda gələr, türkçədə sonda gələr. İndi burada Məhəmməddən qabaq gəlir. Yəni Cənab Məhəmməd Əli Muradi gedər, burada heç olmasa bir dənə xət qoyarıq, Muradinin gələr ki, yəni bu Muradinin hamısı bir şöhrət deyil. İndi belə yazılıb ki, elə bir Əli Muradinin bu hamısı bir şöhrətdir. Onun üçün bu bir şöhrət deyil, Əli Muradi olmalıdır. Bunu bir fasilə ilə eləyə bilirik şey eləyək. Əgər bunu indi bəzən biz Məhəmməd bəy Əli Muradi cənabları yaza bilirik. Onda bu nin gəlməz. Əli Muradi cənabları. O daha gözəl olar, ya cənabı yenə gözəl olar. Cənabları əgər çox istiq ehtiram qoyaq, daha cəm gətiririk. Əgər istiq az ehtiram qoyaq, yəni ehtiram məmuli bir ehtiram qoyaq, onda cənab gətiririk. Sorağına gedib, virgül, onunla neçə dəqiqə söyləşimiz oldu. Onunla neçə dəqiqə söyləşi elədik. Niyə oldu? Oldu məsuldur. Və geçmiş elədik. Yenə keçmişdi, amma yəni biz elədik, yəni ki, söyləşdik. O da məlumdur biz. Amma çünki bu adam məlum deyil kimdir, əvvəldən elə əvvəldən məhsul götürübdür, amma üstə demişdi ki, nədir? Getdik elə bir demişdi, ha? Qatıldıq, bəli, qatıldıq demişdi. O qatıldıq, əgər olsa, yəni biz qatıldıq, indi də gərək burada deyildi, getdik, ya söyləşdik. Ya söyləşdik, indi hangisinin nə cür işlədir, orası mən hələ işim yoxdur. Amma söyləşimiz oldu, məchul cümlə getirməsi, məchul da olmasa, yəni feili düz deyil. Dostlar,
mən fikirlərim ki, 50 dəqiqəyə yaxın oldu, 40 dəqiqədir ki, bunları danışıram. Onu da bağladım icazənizlə. Üçüncü xəbəri çox mənə mühümdür, onu oxuyaq və bunu tez qutaraq, şey olmasın. Cünaz TV-dən də linki qoydum. Dostlar, əgər istəsələr bu xəbəri açsınlar. Cünaz TV-nin bugünkü xəbərində 14 xəbər yazılıbdır. Bunlardan 6-sı türkcədir. Yəni üst-üstə 40 dana, 40%, %40-45-i Azərbaycancadır. Yəni Azərbaycan mənafeyi üzrə yazılıbdır. Qalanı müxtəlif şeylərə Kuzey Azərbaycana, İrana və Amerikaya, nə bilim, Türkiyəyə bağlıdır. Vuku-e titri budur. Vuku-e cəhişhay genetiki. Baxın, gözəl yazıb. Bu cəhişhay genetikini qoyubdur dırnaq arasına ki, nə mənə tutur. Vuku-e cəhişhay genetiki dər ətrafı dəryəçi ümumi. Bu çox gözəl bir şeydir, xəbər olmalıdır. Mən bilmirəm kim yazıbdır, hər kəs yazıbdır. Titri çox gözəldir. Əlləri ağrımasın. Əlbəttə baxdım, görüm kim yazıbdır bir dəfə də. Ehtimalən Şəhran bəy yazıbdır, sağ olsun. Bir dənə əksi qoyubdu. Uzaqdan bir duzluq görsənir ki, yel hərəkət verir oranı. Bir quru ağac, bir adam duzluğa gedir. Duzluqda adam olduğu yer quruyubdur, ağacın da ətrafında biraz göylük var, amma qurumaq halına gedir. Amma ağac ölüm halındadır. Bir dənə gözəl bir əksir. Yəni bu titrə bunu salıbdır. Mən daha sorğum, daha şey oldu ki, cəhişdə bir taza bir ittifaq düşməlidir. Burada nə ittifaq düşübdür? Cünaz TV 2 nöqtə. Gözəl. Görək, lid verməyibdir mütəəssifanə. Əlbəttə lidi belə olsaydı gərək Cünaz TV-ni gətirməyəydi, sonra gətirəcəkdi. Amma mən fikirlərim elə bu liddir, əslində beləsi yazıblar, gözəldir. Yəni Cünaz TV-ni sonra yazsaydılar daha yaxşı olardı, ikinci paragrafda. Cünaz TV 2 nöqtə. رئیس سازمان حفاظت محیط زیست ایران درباره وقوع جهش‌های ژنتیکی در اطراف دریاچه ارومیه در نتیجه خشک شدن این دریاچه هشدار داد و گفت 2 نقطه ara verməmiş جهش‌های ژنتیکی به طور یقین به وجود خواهد آمد و ما در این باره هیچ گونه اطلاعی نداریم. Bu sözdən bu anlam gəlir ki, cəhişi genetiki olmayıbdır. Amma üstə yazıb ki, cəhişi genetiki olubdur. Vuku cəhişi genetiki tərəf dəryəçi olmuyor. Amma aşağıda yazıb ki, vey گفت جهش‌های ژنتیکی به طور یقین به وجود خواهد آمد و ما در این باره هیچ گونه اطلاعاتی نداریم. İndi bu xəbərə bir diqqət edək. Rəis Sazman Hifazət Mühit Zist İran virgül درباره وقوع جهش‌های ژنتیکی در اطراف دریاچه ارومیه ویرگول در نتیجه خشک شدن دریاچه این دریاچه هشدار dad. Və qofdun yerinə kəşil orada nöqtə qoya, çünki cümlə uzanır, onun vəyin yerinə nöqtə qoya və qoft 2 nöqtə biraz ara verər. Cəhişhay genetiki. Bu cümlənin, yəni bu cümləni o deyibdir. Baxın cümlənin əvvəlinin axirində bu dırnağı gətirib. Cəhişhay genetiki. Burası heç zat deyəmərək çox da gözəl yazılıbdır. Üst-üstə demək olar ki, bu paragrafda bir dənə o və çox mühümdür, qalanları mühüm deyil. Göz ötmək olar. İsa Kələntəri kimdir? Çünki üstdə biz şeydən danışdıq. Bir nəfər üstdə danışıbdır, rəisi filan, adını gətirməmişik, çox gözəl. Aşağıda deyirik İsa Kələntəri. Çünki xəbərin mətninə giririk, gərək əvvəl açıq İsa Kələntəri kimdir? Eləyə bilirik parantez arasında, eləyə bilirik nöqtə virgül qoyaq. Deyək ki, məsələn, bu adam rəisi Mühit Zistdir. Məsələn. İndi görək kim olacaqdır da? Emruz Pənşənbə. Niyə xəbərdə liddən sonra bilafasilə lidi açıqlarıq? Tarixi yox. Və adamı da yox hətta. Baxın, biz yenə gəldik burada təbliğata. İsa Kələntərini və o yeri, o günü təbliğat edirik. در حال ki bu qismət, yəni امروز نقطه virgül پنجشنبه 17 اسفند ماه 96 bu qismət eləyə bilər ki, xəbərin yap sonuna. Əslən əvvəldə ehtiyacı yoxdur. Zaman əvvəldə, çox nadir yerdə əvvəldə ehtiyacı olar. Çünki
unsur əsli xəbər indi İsa Kəlamtəri və bu gündür. O halda ki, titr cəhişi genetikinin üstündədir. در همایش منطقه‌ای تغییر اقلیم و گرمایش زمین در دانشگاه زنجان. پس bunun adı همایش منطقه‌ای، همایشdən qabaq dırnaq atılar. همایش منطقه‌ای تغییر اقلیم و گرمایش زمین bağlanar. در دانشگاه زنجان گفت، زنجانdan sonra virgül گفت 2 نقطه. به دلیل عدم رعایت توسعه و عدم دقت در برنامه‌های توسعه‌ای تقریباً خسارت‌های جبران ناپذیری را به محیط زیست وارد کردیم. Bunun içində cümləni ki gətirib bu dostumuz sağ olsun, istir deyə ki mən burada nə nöqtə qoymuşam, nə virgül qoymuşam, nə lə aparmışam. Amma bu adamın ağzından çıxan söz budur. Gözəldir. Kəlamtəri گفت, yenə də bilmədim Kəlamtəri kimdir? Kəlamtəri گفت qərinədən bəlli olur ki rəis mühit zist olacaq, amma bəlkə axirdə gördüyü deyil. Kəlamtəri گفت 2 nöqtə fasilə yoxdur, gərək fasilə olsun zamanı ki bu adamın sözlərin hamısını cümləyə salır. Dedim, əgər belə olsa eləyə bilir ki, adını o qoftu gətirməyək də albədə eləcək istəyir o adamın sözünü gətirək. Elə bir dəfə bir paragraf açaq, adını qoyaq, 2 dırnağı açaq, xətti yazaq, nöqtəni qoyaq, paragraf açaq, o birisini yazaq, o birisini yazaq, o birisini yazaq. Axır 4-5 paragrafdan sonra paragrafı bağlayaq da o qoftu test-tikrar eləməyək. Onu eləyə bildik. Biraz ədəbi cəhətdən yaxşı olmaz, xəbəri cəhətdən o qədər gözəl görsənməz, amma istəyirəm deyəm ki, o da ola bilər. Kitablarda çox yazılır o. کلانتری گفت زمانی که اقتصاد تحت تأثیر مسائل سیاسی و مسائل ایدئولوژیکی باشد، در این شرایط اهداف ایدئولوژیک غالب و تصمیمات اتخاذ می شود که در بلند مدت به نفع کشور نیست. پس burada bir ideolojik məsələdən danışdı. Məncə bu cümlə çox mühümdür. O genetikdən çox mühümdür. Çünki bəllidir Azərbaycanın Urmu gölünün qurumasında ideolojik bir baxış var. Bu adam ona işarə edir. Burada. Siyasi və ideolojik dedi ki, تحت تأثیر مسائل siyasi və مسائل ideolojik. Yəni ayrıbdır, təkid edibdir. 2 dəfə bu məsailə təkrar edibdir, ayrıbdır, bəllidir ki, bu şeydir. او به نقش حکومت ایران در خشکاندن دریاچه ارومیه اعتراف کرد و گفت eləmiyək, burada əfsud yaza bildik. Yenə həmin mənanı verər. Feili dəyişdiririk, təkrardan çıxararıq. Yenə də burada da bunlar əmdi işgal deyirlər, olubdur yəni. Qofdan sonra gərək bir nöqtə, 2 nöqtədən sonra gərək fasilə verək, fasilədən sonra dırnaq açaq, dırnaqla kəlmənin arasında fasilə olmaz. علت خشکیدن دریاچه ارومیه که در سال 93 بررسی شد ویرگول به این نتیجه رسید 18% تغییر اقلیم تاثیرگذار بود و 82% مربوط به خطاهای انسانی بوده است. Yenə də bu dostumuz onu həm bold eləyibdi, gərək yazıbdı, həm də şeyin arasında qoyub ki, mən bu cümlədə heç günə dəxil təsərrüf eləmirəm, bunun cümlənin yanlışı, doğrusu, ədəbi olmaması mənim mühdimə deyil. Çox gözəl. Yəni o cəhətdən heç irad tutmaq olmaz bu dostumuza. Çünki bu işi görübdü. Bu işi görməsəydi, cümlənin arasına salmasaydı, tamamən deyərdim orada niyə virgül qoymamısan, orada niyə nöqtə qoymamısan, orada niyə onu yazmısan, niyə belə eləmirsən, bunları irad tutmaq olardı. Amma indi yox. Bəli, çox gözəl yerlərə dostumuz barmaq qoyubdu və salıb cümlənin arasına, dırnağın arasına. کلانتری سپس برای لاپوشانی فاجعه بزرگ من olsam gətirəm o faciəyi buzurcu qoyaram cümlənin altına ya bölərəm ki bəlli olsun. Yəni onu cümləni isə bold eləsəydi, necə ki üstəşilər bold eləmişdi, bu faciəyi buzurg şey olardı. Böyüyərdi və bu gözə dəyərdi və çarpardı. Yəni o bir növ sifətli, qəzavətli xəbərnigar qəzavət edir. Eyni nəsli koşu kimi. لاپوشانی فاجعه بزرگ صورت گرفته در آذربایجان جنوبی گفت باید شجاعت داشته و اشتباهات رو بپذیریم و تغییر روش دهیم. دولت پذیرفته و الان در دریاچه ارومیه از خیر سد نازلو و سیمینلو گذشته است چون çarəyi نداشتیم. Çox gözəl bu sözdür. Yəni bu sözləri
çox ciddi üstündə biz təhlil eləməliyik. Biz bunlar üstündə ciddi təhlil eləməliyik. Nazlının nə qədər suyu var, Siminəlu nə mənədir? Nazlı cümləmizdə məsələn bu dostumuz yenə də qoyub ki, yumanın arasına, onu bir şey demək olmaz. Amma baxın, eləyə bilərsiniz bu cür bir yerlərdə o adamın sözün islah eləmək üçün parantez yox, yadınızda qalsın, parantez yox, akulat deyirdilər İranda. Akulat açarıq, akuladın içində yazdığımız, yəni bu söz mənimdir, yəni sənin xəbərindir, deyənin deyil. Orada o qələtləri düzəldə bilirik. Məsələn, Nazlı adında bizim bir yerimiz yoxdur. Nazlıdır, əgər iştibah eləməsən. Siminəlu da yoxumuzdur. Və Siminə barımızda, ya da ki, dostumuz elə o məntəqəlidir. Bu sədlərin adını bilir. Ya da ki, biz ona Google eləsək, sədlərin adı çıxar, ya o şəhərlərin adı çıxar və bunu doğrusun, düzgünün orada yazarıq. Amma çünki dırnaq arasına gətiribdi, dedim, parantez arasına qoysaq, yəni o adam özü danışanda onu məna eləyibdi, amma biz bunu akulad arasına qoysaq, koroşə və akulad arasına. Koroşə və akulad cümlədə o yerdə ki, dırnaq arasında yazıb, onun arasında hər vaxt koroşə və akulad gəlsə, yəni bunların arasında olsa, yəni bu söz yazıtınındır, deyənin yox. Bu da bir qaidədir. Onu mən burada şeyi işlətmirik, niyə mən bunu almışam, amma taza gətirmişəm. Baxın, o zaman ki, bir dəqiqə bağışlayayım. O zaman ki, biz bir dana dırnaq arası açdıq, bunun arasında bir şeyi yazdıq, gəldik, gördük, yazıb Nazlı. Bağışlayın, Nazlı. Bunu yazıbdır. Biz bunun parantez açsaq, yəni ki, bu adam özü deyibdir. Amma o zaman ki, gələk burada bunu açaq və bağlayaq, ya da bunu açaq və bağlayaq və bunların arasında yazaq. Yəni ki, bu hər əlamətin və bu əlamətin arasındakı hangisini istifadə eləsək doğrudur, bunun arasında yazılan o sözü deyənin ya o kitabı yazanın sözü deyil. Bu adam öz fikrin orada bu qələti düzəltmək üçün yazıbdır. Və bu qələti orada düzəltmək lazımdır. Ona görə mən girdim və sətə bunu yazdım. Bunu deməlidir. Yəni, Nazlı, məsələn, qələtdir. Onu bilafasilə istəyirəm düzəldəm. Bunu aşağıda düzəltsəm, xanəndə burada mütəvəccüh olmayacaqdır. Ya da yadından çıxacaq, ya da oxumayacaqdır. Elə mən bunun yanında bir dənə akulad atıram, ya bir dənə şey atıram, onun içində yazıram, bağlıram ki, yəni bu mənim özümdəndir. Və bu, o əsli yazardan deyil. Bu, o şey ki, mən istərdim onu siz... Allah Allah, bu da silmədi. Yox, silmədi. Cəlibdir. Gerək bunu olmasa aparaq deyək, bu da xərabdır. Olmaz ki, beləsi. Mən hətta səvindim ki, bunu mən işlədim ki, edəcəkdir. Bəlkə majiklər bunun deyil. Bunu bir oxuyayım, görüm, yazıqdır nə mənə. Permanent marker. Allah Allah, bəlkə bu bunun deyib ha. Bu iştibahı ilə orada veriblər, biz də iştibahı götürmüşük. Tamam, neyim buna sonra görürük nə idi. Be نوشته موج رسا görürsünüz bunu qoyub ki, mənim dırnaq arasında çox qəşəng iş görübdür. Yəni bu bir dənə bir rəsanədir ehtimalən. Ya veb-saytıdır, ya bir ruznamədir, ya bir xəbərguzaridir, hər nədir. Neviştəsindən sonra əgər onun yazıbdır bunu, gərək nöqtə virgül qoyaq. Virgülü olmaz sadə. Virgül کلانتری در این همایش نسبت به وقوع جهش‌های ژنتیکی ناشی از خشک شدن دریاچه ارومیه نیز هشدار داد. Nizi istəməz orada. Çünki gərək niz gələndə, yəni iki şey deyibdir. Onu və niz bunu hoşdar dad. Biz gərək bunu şey eləyək. Nizi işlətməydik burada, amma şeydir, bu cümlə çox gözəl yazıb dostumuz. O گفت yenə gəlib bura. Pəs buradan bəlli oldu ki, bu adam cəhişhay jenetikində bu adam deyir. Pəs bu adam kimdir? Hifazət-i Muhit Zistinin rəisi bu adam. Buradan aldıq.
Amma buradan tərif eləməyib. Yəni indi 4 paragraf ya 5 paragraf oxumuşuq. Hələ buradan bilməmişik ki, bu adam o adamdır. O gofت heç olmasa gərək bir yerdə də deyək ki, məsələn rəis sazman falan gofت. Yəni hey Kəlantəri veydə olmaz. Bu adamın postunu da gərək tanıtdırasan kimdir. Nəhayətdə ikinci paragrafda biz gərək biləydik ki, bu adam kimdir. Mən şəxsən özüm məsələn bilmirdim ki, Kəlantəri rəisi hifazət mühafizəsidir. İndi deyə bilərsiniz İnsafəli xəbərnigardır, bunu bilmirəm. Heç iradı yoxdur ki, bilmirəm. Qərar deyil, mən hər oxuduğumu zehnimdə saxlayam, ya da gedəm İranın hər şeyini oxuyam. Vaqiət budur ki, mən İranın çox şeyini oxumaram. Çünki xüsusən də işim xəbər deyil, xəbər yazmıram. Onun üçün əslən İranın sisteminin çoxundan xəbərim olmaz. Məsələn, rəis cümhurun müavini kimdir? Çünki mənim dərdimə dəyməsi kimdir? Xəbərnigarın dərdinə deyil. Mən indi təhlilin üstündə işləyirəm, mənim təxəssüsüm gedibdi bir ayrı qismətdə olubdu. O qismətdə olan şeyləri bilməliyəm. O qismətlər, məsələn, bu adam nə kar edəsə mənə mühüm deyil. Amma o zaman ki bir xəbəri oxuyuram, təbii ki, istəyirəm xəbəri kamil alam. Əlan bu xəbəri oxuram, bir dənə adam kimi, məmuli adam kimi ki, xəbərnigar deyil. Mən də xəbərnigar deyiləm burada, mən burada tutmuşam, xəbər oxuram. Mən gərək burada ittilaatı kamil alam. O gofت, görürsünüz, indi üstad edit zamanı. Eləyə bilərdi bunları paragrafların birində deyə bu seminar hardadır, birdən də deyə tarix filanda olmuşdu bu zemin. Yəni eləyə bilərdi bunu dəyişdirə. Hey goftan çıxada bir gözəl məfhum verə. Yəni eləyə bilər bundan ədəbi oynayır. Amma o ədəbi oynamayır dostumuz. O gofت, əlbəttə illəti budur ki, bu sözlər çox mühümdür. Dostumuz çalışır ki, bu xəbəri yazan dostumuz çalışır, Şəhran bəy ehtimalən ki, o mühümlüğü görsəsin. O gofت, yenə də burada iki nöqtə ilə şeyin arasında, dırnağın arasında bir ara verilməlidir, araya gəlinməkdir. Yeki از مسائل پیچیده تغییر اقلیم که ما در حوزه دریاچه ارومیه شاهد آن خواهیم بود و هیچ موقع پیشبینی‌های لازم را نکردیم، بحث اثرات تغییر اقلیم در تغییرات ژنتیکی است که به طور یقین به وجود خواهد آمد. Burada virgülü bilmirəm, kim qoyubdu, bu dostumuz qoyubdu, yoxsa اصل خبرگزاری qoyubdu. جهش‌های ژنتیکی به طور یقین به وجود خواهد آمد و ما هیچ گونه اطلاعی نداریم. Çox cəlib sözlərdir. Kəlantəri gofت, burada əfsud, ayrı bir şeylər demək olar. در اثر خشک شدن دریاچه ارومیه در شرق این دریاچه زنبور عسل مقصد خود را گم کرده است. nə cür bir təhqiq ediblər. Əgər zənbur həddəksər beyin 8 تا 10 سال در یک منطقه فعال نباشد کشاورزی آن منطقه ریشه کن میشه. نباید yazılıbdı, bu نباشد olacaqdı. Əgər bir zənbur yoxdur. Qaidəniz əgər zənburan, zənburha ya bu əlbəttə bu adam deyib də, yəni biz məcburuq ki bu adam dediyi kimi yazaq, çünki cümlə arasında salıbdı. Əgər zənbur, yəni mütləq حداکثر بین 8 تا 10 سال در یک منطقه فعال نباشه کشاورزی آن منطقه ریشه کن میشه. Pəs bu da bunu göstərir ki, burada bir məsələ vardı. Biz də Künas TV-də 2 dəfə buna işarə etmişik. Bizim Azərbaycanda 2 dənə böyük iştibahımız vardı. Bunu jurnalizm tövsiəxah ya tövsiəgera ya inkişafçı jurnalist gərək nəzərdə alsın. Biri budur ki, mütəəssifanə Azərbaycanda arı kəndilərinin qabağına şəkər qoyurlar və bu bahis olur ki, arılar bağa, bağçaya getməsin. Bu bahis olur ki, Azərbaycan əvvələn doğru bal almasın, ikinci Azərbaycanın ağaçları və meyvələri aradan gedəcək. Yəni ağac olmayacaq. Bu haqda bir bərnaməmiz olub Künas TV-də və bunu demişik. Bu adam da görürsünüz, indi deyir ki, əslən kişavərzilik. İkinci bu ki, o zaman ki meyvə azaldı, yavaş-yavaş ağaçlar da aradan gedəcəklər. Çünki erkək ağacla dişi ağacın gərək toxumları gəlirdi bir-birinə. Bunları bəzən yel aparar, bəzən də yel olmaz. Bunları bu milçəklər, arılar apararlar. Bizim əlbəttə mahalda bir yer var. Onlar arıya da bir ad deyirlər. Mütəəssifanə indi zehnimdən çıxdı. Dedim yadıma çıxdı. Biyol
onlar apararlar, onlar da o zaman ki qabağına şirə qoyasınız, bunlar elə bilməyələr gedirlər bağa bostana və oradan gül yığalar gətirirlər. O meyvələr bir-birinə getməz, meyvələr aşağı olar. Eyni halda bunlar bilirsiniz gedəndə quşu da, afatı da yeyərlər. Yəni afatı da götürərlər, aradan apararlar. O da bir xeyridir. O da meyvələr çürük çıxar, içi qurtlanar, yəni əgər arı olmasa. Onun üçün Azərbaycanda milli məsələmiz bizim meşəmizi, bağlarımızı, bostanlarımızı qorumaq üçün arılarımıza diqqət eləməliyik. Bunun üçün ki, mən həmişə deyərəm, Azərbaycanda yer alma, şünaslıq da çox mühümdür. Doğrusunu keçsək. Biz bu haqda arıların haqqında və milli mənfəətlərimiz haqqında, arıların rolu haqqında, yeri haqqında Şünas TV-də heç olmasa 2 cələsə mən özüm danışmışam. Yəni, heç olmasa 2 saat. او با بیان این که بر اثر همین تغییر اقلیم بیماری‌های پوستی، تنفسی و برخی از سرطان‌ها در منطقه به شدت افزایش می‌یابد گفت ما باید برگردیم و روش‌ها را اصلاح کنیم و شجاعت پذیرفتن اشتباهات را داشته باشیم. Gözəl sözlər deyib adam. Gərək yapışaq yaxasından və ötürməyək bu adam. با علم به این تبعات وحشتناک رئیس سازمان حفاظت محیط زیست ایران تنها به دادن هشدارها بسنده کرد و راه حلی عملی برای احیای دریاچه ارومیه ارائه نکرد. Orada da dadi değil de daden هشدارها. دریاچه ارومیه احیای دریاچه ارومیه مهمترین دغدغه حسن روحانی به مردم آذربایجان، مهمترین وعده حسن روحانی به مردم آذربایجان بود. Amma dövlət ruhani Həsən Ruhanini dırnaq arasında salıb da ehtiyacı yoxdur. Çünki Həsən Ruhani çox məşhurdur. Xaricilər də bilirlər ki, bu teröristlərin rəis cümhuridir. به مردم آذربایجان بود. اما دولت روحانی نه تنها به وعده خود عمل نکرد و ویرجول بلکه در ردیف بودجه سال 97 نیز اعتباری برای احیای دریاچه ارومیه در نظر نگرفت. Çox mühüm məsələdir. Bunu mən bilmirdim. Mən qabağa gətirməyi taxı önərirəm. Yəni mənim nəzərimə gəlir ki, bu şeydə paragrafda da bunu birinci liddə yəni bunu yazmaq olardı. Yer vermək olardı. Çox mühüm məsələdir. Ruhani 19 آذر ماه 96 bu 3 kəlmə yapışıb bir-birinə. Azər mah 97 ya 96 yapışıb bir-birinə, bu ayrı-ayrı yazılmalıdır. Virgül این لایحه را به مجلس ایران ارائه کرد و مورد تایید مجلس ایران قرار گرفت. Hangi layihəni? Layihə büdcə, yəni این layihə büdcə həttəmən istir deyə ki, verdi ora. Tamam, pəs bu əgər təsvib olubdur, vay bizim halımıza. حکومت ایران در حالی از اختصاص بودجه به دریاچه ارومیه خودداری میکنه که در این لایحه برای فرهنگستان زبان فارسی و بنیاد سعدی 43 میلیارد تومان بودجه در نظر گرفته شده است. Gözəl. Axirdəki paragrafı tamami paragraflara dəyər. Çox gözəl yazmışdı. Əlləri ağrımasın, siz də çox sağ olun ki, bu dərsə oturdunuz, 1 saat 18 dəqiqə vaxt qoydunuz. Çox sağ olun, təşəkkür edirəm. Gələnki bərnamələrdə sizi görmək ümidi ilə sağ qalın.